Doktor, siz qulaq şəkilləndirmə ilə məşğulsunuz. Valideynlər uşaqlarının qulağında deformasiyanı aşkar etdiklərində istənilən yaş dövründə sizə müraciət edə bilərlərmi? Yoxsa bir yaş məhdudiyyəti varmı bunun üçün? Təəssüf ki, yaş məhdudiyyətimiz var. Çünki körpələrdə 2 aydan sonra qanda estrogen səviyyəsinin düşməsi ilə əlaqəli olaraq qulaq qığırdağı sərtləşməyə başlayır. Tövsiyə olunan odur ki, əgər körpə 15 gündən böyükdürsə və siz qulaq deformasiyası müşahidə edirsinizsə, bu deformasiyanın öz-özünə düzəlməsi ehtimalı çox azdır. Ortalama bir ayında qulaq qığırdağı hələ yumşaq olduğu halda biz deformasiyanı düzəldə bilirik. Yeni doğulmuş dövrün ilk günlərindən görüb yaxınlaşa bilərlərmi, yoxsa mütləq ilk bir ay gözləsinlərmi? Bəzi deformasiyalar var ki, öz-özünə düzələ bilir. Həm bu dövrdə körpənin sarılığı, əmməyə adaptasiyası, göbəyin düşməsi prosesləri tamamlanmış olur. Ortalama 15-ci günündən sonra, hətta bəzi deformasiyalar var ki, 10-cu gündən sonra belə biz artıq silikon qəlibləməyə başlaya bilirik. Yaxşı olar ki, 2 ay keçməmiş ya deformasiya varsa düzəlməsi üçün müraciət oluna bilər.